Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aprel ayının birinci 10 günlüyündə ölkə ərazisində hava şəraiti dəyişkən fasilələrlə yağıntılı keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətində məlumat verilib. Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Azərbaycan rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv ayrı-ayrı şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında xüsusən də Quba-Qusar bölgəsi çaylarında qısa müddətli daşqın və sel keçəcəyi gözlənilir. Aprelin 4-də 7-sində gözlənilən yağıntılı hava şəraitindən sonra 7-si gündüz və 8-də yağıntıda qısa fasilə yaransa da 9-u gündüzdən yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq. Özünüzü qoruyun.